Ağaclar və bitkilər bir-birləri ilə danışa bilir. Nə? Wizard should know better. Bəli, elədir. Bitkilər səssiz görsənə bilər, amma əslində danışırlar. Onlar bir-birləri siqnal göndərir və təhlükəni bildirirlər. Amma necə? Bitkilər kimyəvi siqnallar və kökləri vasitəsilə bir-birləri ilə ünsiyyət qururlar. Bu necə çalışır? Hava ilə xəbərdarlıq siqnalları sayəsində bir ot yeyən heyvan budağı dişlədikdə ağac kimyəvi qazlar buraxır və bu siqnallar yaxınlıqdakı digər bitkilərə ötürülür. Bu siqnalları alan bitkilər yarpaqlarına acı maddələr ifraz edir ki, heyvan onlara yaxın durmasın və onu yeməsin. İkinci vasitə köklər vasitəsilə ünsiyyətdir. Göbələk torları bitkiləri bir-birinə bağlayır. Bu əlaqə vasitəsilə böyük ağaclar kiçik və zəif ağaclara qida və su göndərə bilir. Yəni növbəti dəfə meşəyə getdiyin zaman ağacın budağını və yaxud da bir yarpağını qopartdığın zaman bir canlıya ziyan vermiş və onu acıdırsan. Ona görə bitkilər canlıdır və onları gəlin incitməyək. Çünki onlar bizdən çox ağıllıdır.